öyle. Çok Evet. az yağış aldı. Küresel ısınma biraz bizim ülkemizi fazlasıyla vurdu. İnşallah yağmurlar bize doğru gelir diyelim. İstanbul'a qar az düşər yəqin ki, çünki orada o sənaye şəhəri, binalar, bu hündür binalar təbiəti çox korladı. Maalesef çok dediğiniz Çox. gibi yüksek binalar tabii havanın sirkülasyonunu da etkiliyor. Kar ve yağmura dönüştürmüyor maalesef. Evet. Evet. Bakının İnsanoğlu. özünə 60-cı illərdə 60 il bundan öncə çox yüksək, yəni belə burdan qar yağardı. Amma şimdi o qarlar yoxdur. Çox təəssüf. Çünki sənaye şəhərinə döndü, texnika yüksəldi şəhərdə, uca binalar, hamısı o sirkülasyonu pozdu. Maalesef işte insanoğlu kendi elimizle aslında pek çok şeyi de mahvediyoruz. Evet, Öyle diyelim. təəssüf ki, Maalesef elədir. öyle. Hətta bu külək, günəş sistemləri var, elektrik alırlar. Onlar özləri nə qədər quş nəslinin kəsilməsinə səbəb olub. Çünki o köçəri quşlarda min illər, milyon illərlə hesablanmış genetik yaddaş var da, hansı istiqamətdə uçacaqlar. Onların istiqaməti pozulur, o ta ki külək şeyindən enerjisi alınır ondan, o texnikadan və azırlar yollarını. Vaxtında gedib ünvana çatıb, yuva qurub, yumurta qoymurlar ki, bala çıxarsınlar və belə də çox ziyan vurur təbiətə. Evet, Maalesef. maalesef. Evet, 8 oldu herhalde saatimiz. Evet hocam, müsaadenizle başlamak istiyorum. Evet. Değerli izleyiciler, Umayana Türk Dünyası Kadınlar Birliği olarak düzenlediğimiz Umayana Söyleşileri Güney Azerbaycan Kadınları başlıklı programımıza hepiniz hoş geldiniz. Bugün Can Azerbaycan'ımızın Milli Diriliş Günü. Aynı zamanda yine Azerbaycanlı yazarımız Sayın Eluca Atalı bizlere konuk. Kıymetli konuğumuz yazar Eluca Atalı bizlere Güney Azerbaycan'da kadınların karşılaştıkları sorunlar, yaşadıkları mağduriyetleri anlatacak. Kıymetli konuğumuz sözlerine başlamadan önce dönemin ilk programı olması hasebiyle Birlik Başkanımız Sayın Profesör Doktor Mualla Aygü Yücel hocamıza sözü bırakmak istiyorum. Kıymetli hocam buyurun. Teşekkür ediyorum Gülay Hanım. Öncelikle bugün bizi yalnız bırakmayan ve bizi şu anda dinleyen gönül dostlarımıza en kalbi teşekkürlerimi ve sevgilerimi sunmak istiyorum. Umayana Türk Dünyası Kadınlar Birliği 2021 yılında Kasım ayında aslında ilk gönül dünyamıza düştü ve yaklaşık olarak da 4 yıldır gerek çevrim içi toplantılarla, gerek yüz yüze toplantılarla Türk dünyasındaki kadının durumunu ortaya koymaya çalışırken bir taraftan da yine Türk dünyasındaki bütün kadınları bu birlik çatısı altında bir araya getirmeyi hedeflemektedir. Bunun için de elimizden gelen her türlü çalışmayı da yapıyoruz. Sağ olsun Türk dünyasının kadınları da bize bu noktada ellerinden gelen her türlü desteği de veriyorlar. O yüzden de ben buradan yine hasreten de en kalbi teşekkürlerimi onlara sunmak istiyorum. Biz kadınlar tarihte var olduğumuz andan itibaren özellikle Türk kadınları çok güçlü bir varlık sergiledik ve bu güçlü varlığı bugün de yaşadığımız her coğrafyada, ülkede devam ettiriyoruz. Birlikten kuvvet doğar anlayışı içerisinde de hareket ediyoruz. Evet, bugün aslında güzel bir programla karşınızdayız. Dönemin ilk programını yapıyoruz. Bundan sonraki süreçte Allah nasip ederse her ayın 3. pazartesi günü Umayana Söyleşileri adı altında Mayıs ayına kadar bir dizi seminerler yapacağız, konferanslar yapacağız ve yine Türk dünyasından haberler, Türk dünyasından bilgilerle karşınızda olmaya çalışacağız. Tabii bugün Can Azerbaycan'ımızın sizin de ifade ettiği gibi Milli Direniş Günü. Dolayısıyla bugünü kutluyorum. Ama Güney Azerbaycan bizim yine Can Azerbaycan'ımızın bir parçası ve orada kadın olmak ve orada kadının yaşadıklarının tabii en yetkili ağızdan ortaya konulması da bizler için önemli.
Ben çok fazla zamanınızı almak istemiyorum. Elüce Hanım'a da bu ilk toplantımızda bizimle birlikte olduğu için çok teşekkür ediyor ve herkese katkıları için, katılımları için en kalbi teşekkürlerimi ve saygılarımı sunuyorum. Değerli Birlik Başkanımız, hocamıza çok teşekkür ediyoruz. Sözü konuğumuza vermeden önce Sayın Elüce Atalı'nın biyografisini müsaadelerinizle sizlerle paylaşmak istiyorum. Elüce Atalı 19 Kasım 1966'da Azerbaycan Cumhuriyeti'nin Neftçala ilinin Kolgaragaşlı köyünde doğdu. Asıf Ata Ocağı'nın haleflerinden biri olan Atalı, Bakü Devlet Üniversitesi Kütüphanecilik bölümünden mezun oldu. Lisans eğitiminden sonra Azerbaycan'da kitap bilimi, oluşumu, gelişimi, çağdaşlık aşaması ve perspektifleri konulu doktora tezini yazdı. 12 yaşından itibaren şiir yazmaya başlayan Atalı, edebiyata yeni bir tür olan felsefi sanatsal minyatür akımını getirdi. Onun hem bu akımla uyumu olan yazıları hem de öykü, makale, mensur şiir, piyes, roman ve siyasi yazıları ülkesinde ve yurt dışında yayımlandı. Birçok yazısı yabancı dillere çevrildi. Dünya, hayat, insan ve çevresinde cereyan eden her olay eserlerinin konusu oldu. Yazar inancını benimsediği Asıf Ata'nın "İnsan değişmezse dünya değişmez" deyişine sadık kaldı. Edebiyat aracılığıyla insanların kendilerini mükemmelleştirmeye çalışırken karşılaştıkları engelleri, kusurları ve eksiklerini analiz etmeye çalıştı. Daha çok doğadan ve çocuklardan ilham aldı. İnsandan Üstün, Paşa Gel Bir Nur, onun bibliografyası, Atilla'nın Açık Penceresi, Kumdaki Serçer, Milli Monolog, Bir Yudum Özgürlük, Kerküklüler, Yalnız Bırakılmış Türkler, Özgürlük Hikayeleri, Atlara Kurşun Sıkmayın, Gecikmiş Oyuncak, Anka Kuşu, Yeniden Doğuş, Anka Kuşu gibi kitaplarında esasen şu fikirleri savunuyor. Doğa ve çocuklar bana konu vermekten hiç yorulmuyorlar. Onlar hakkında yazıyorum çünkü benimle birlikte düşmelerini istemiyorum. Ana dilde olmayan bir özgürlük şarkısı, heykeller neden konuşmuyor, Kendin Gel, Gecikmiş Oyuncak, Hocalı'da Tigranizm, Kan Gölü'nde Ay, Kara Kalpakça, Hoş Geldin Ayrılık, Bengalce, Hilal Taktiği, Çiçek Açan Atkı gibi eserlerini Türkiye Türkçesi, Özbek Türkçesi ve Azerbaycan Türkçesinde kaleme aldı. Çocuklar için çok sayıda kitap yazan Atalı, aynı zamanda Hümeyni ve Hümeyniciliğin iç yüzünü ortaya koyan İran Hizbullah Hapishanesi'nde adlı 4 kitaptan oluşan romanını Uzun Seferlerin Geribe Yolculuğu, Odunçunun Masalı, Anka Kuşu Sonsuzluk Arayışında, Devrin Travması, Hayatı Tabutta Arayanlar kitaplarında kaleme aldı. İkinci Karabağ Savaşı'nı konu alan Nenemin Drone'u, Tarihin Saklı Korkusu, Özgürlük ve İstibdat konusunun felsefi psikolojik açılımı, Deve Kuşu Çiftliğinde gibi kitapları da olan Atalı, bunların dışında sosyal ve politik makaleleri düzenli olarak gazetelerde yayımlamaktadır. Ayrıca Güney Azerbaycan'ın ulusal özgürlük hareketini konu alan, senaryosu ona ait olan bazı video filmleri ve farklı sitelerde YouTube gibi yayınlanmaktadır. Şu an gazeteci yazar olarak faaliyetlerine devam etmektedir. Bugüne kadar 52 kitabı yayımlanan Atalı, Irak Türkmen Yazarlar Birliği tarafından Kalem Ustası ödülüne layık görülmüştür. Kibatek, 49 ülkenin edebiyat araştırmaları, şairleri ve yazarlarının bir araya geldiği kurum olarak her sene farklı ülkeden edebiyat temsilcilerine verilen Türk Dünyasına Hizmet Ödülüne Sayın Atalı layık görülmüştür. Güney Azerbaycan'da yıllar boyu çeşitli politikalar dolayısıyla sıkıntılar yaşayan, katliamlara uğrayan, dillerinden, kültürlerinden uzaklaştırılmaya çalışan kardeşlerimiz, kadınlarımız için konuşmalı ve ses yükseltmeliyiz. Sayın Elüce Hanım, şimdi sözü sizlere bırakıyorum. Sizləri salamlayıram. Qürur duyuram ki, sizlərlə bir aradayam. Dəvətiniz üçün təşəkkür edirəm. Bəli, bugün bizim ən yanıqlı yerimiz olan Güney Azərbaycandan konuşacağıq, oradakı qadınların durumu. Bugün Azərbaycanda Milli Oyanış günüdür, 17 Kasım ayı. Mən də 2 milyon insan Özgürlük meydanına, o zaman Leylin meydanı adlanırdı. Leylin əzəmətli bir heykəli var idi. Mən də ora toplananlardan biriydim. O olayların içərisində olmuşam. Bizim millət çox çəkib və 70 il öncə
Sovet rejimi tərəfindən Azərbaycana baskı olub, bildiyiniz kimi 1920-ci il 28 apreldə Azərbaycan Milli Hökuməti devrilib və onun bayraqları yalnız evlərdə gizlin qalmışdı. O zaman biz də öğrenci idik. Öğrenci yuvasında polislər baskın edirdi, o bayraqları yığırdılar, bizi universitetdən qovmaqla hədələyirdilər və o zaman biz yatağımızın altına sərib bu üç rəngli bugünkü dövlət bayrağını eləcə qoruyurduq. Çünki Sovet rejimi altındaydıq, əsarətdəydik. Güney Azərbaycanda da 45-ci ildə milli hökumət quruldu və bir il sonra, 12 ay sonra o hökumət Məhəmməd Rıza Şah Pəhləvinin atlarının ayağı altında 50.000 insan saçından, ana dili öğretmenləri, qadınlar saçlarından asıldı, nazirlər kəndirlərdən asıldı. Balaca çocukları Məhəmməd Rıza Şahın atının qarşısında qurban kəsdilər. Yəni beləcə də milli hökuməti orada da devirdilər. Kuzey Azərbaycanda da, Güney Azərbaycanda da hökumət devrildi. Ona görə ki, özgür deyildik. 1828-ci ildə Azərbaycan ikiyə bölündü. Bir hissəsi Rus əsarəti altına düşdü, digəri isə İran əsarəti altına. Rus əsarəti altında olan biz Kuzey Azərbaycan özgürlüyümüzü qazandıq. Güney Azərbaycan isə hələ də qazanmayıb, amma mücadiləmizi davam etdirəcəyik. Siz bayaq demişdiniz bir balaca, əvvəlcə mən yaradıcılığım haqqında bir balaca məlumat verəcəm. Deməli, mən müxtəlif ondan artıq janrda yazıram. Və əsərlərimin oxucu tipinə görə bölsək, mən ixtisascamca kitabşünas olduğum üçün bu bölgüləri o dəqiqə edərəm. Yəni əlim bir xəstəlikdir, bəlkə də peşə xəstəliyidir. Kitabı əlimə alan kimi baxaram, bu çocuk üçündür, necədir, hansı yaş qrupuna aiddir. Mən əsərlərimin yaş qrupunu biraz bölmək çətindir, zordur. Çalışacağım biraz anlaşılır dildə danışıb. Həm böyüklər, həm də kiçiklər üçün yazıram, kiçik yaş qrupunda olan uşaqlar üçün. Amma ümumi halda bəzi əsərlərim var ki, onu tənqidçilər, ədəbiyyat tənqidçiləri 7-dən 77-yə adlandırırlar. Bu da yəni çocuklardan böyüklərə qədər hər kəs oxuya bilər. Məsələn, haqqında bəhs etdiyimiz Anka Quşu kitabını Rusiyada olan bir akademik oxucum deyir ki, 6 dəfə oxumuşam, amma hələ də doymamışam. Yəni ki, amma əslində mən onu çocuklar üçün yazmağı planlaşdırmışdım və bu kitab Anadolu Türk Liseyində, universitetlərdə, orta okullarda okunur. Sonradan orta okul öğretmenləri mənə dedilər ki, biraz anlaşılmaz sözlər var 7-8 yaşında çocuklar üçün və onun ikinci hissəsini daha rahat dildə anlaşılan Anka Quşu deməli sonsuzluq arayışında yazdım və kitab demək olar ki, ondan artıq dilə çevrilib. Siz özünüz də bilirsiniz, Təbrizdə, sonra Uyğur dilində və digər dillərdə. İndi istəmirəm zamanınızı alın və son 5 ildə demək olar ki, ən çox natur filosofiyadan, təbiətin fəlsəfəsindən yazıram və əsasən də bunu çocuklar üçün etdiyim üçün, yəni uşaqları daha kiçik yaşlarından doğaya alışdırmaq üçün biraz anlaşılır dildə, dilimi də sadələşdirdim. Çünki bugünkü texnikanın inkişafı çocukları doğadan çox kənara salıb, onlar doğanı hiss etmirlər və bunu praktikada da görürəm. Özüm uzun müddət universitetdə və eyni zamanda anaokulda çalışmışam və bu məndə bir acınacaqlı hal yaradır. Ona görə də son dövr demək olar ki, 5 çocuk piyesi yazdım, dalbadal. Bunlar da çocuk və doğa münasibətlərindəndir. Yəni dediyim kimi natur filosofiya üzərindədir. Başqa nə deyəcəm, böyüklər üçün olan əsərlərimi mən sırf bədii əsər hesab
etmirəm, gerçəkdən etiraf edim. Bədi əsər adıyla öyrənilsə də, onlar tədqiq edilsə də. Nədən? Çünki əsasən unudulan tarix, bax bu konsepsiyayla yazıram. Bu da gəlir çıxır biraz publisist deyək də, publisistikaya. Kərküklər, yalnız buraxılmış türklər bir neçə variantda Azərbaycanda, Türkiyədə yayımlanıb. Məsələn, Tiqranizm Xocalıda, bu bildiyimiz kimi Xocalı faciəsidir, amma yenə də burada Türkiyə, Azərbaycanda olan türk soyqırımlarından bəhs edir. İstər azadlıq hekayələri, yenə də o taylı bu taylı Azərbaycanın dərdidir. Yenə Kərküklər, yalnız buraxılmış türklər, başqa bir variantda çapı. Və son olaraq iri həcmli İran Hizbullah zindanıdır ki, o da 4 kitabdan ibarətdir. Bunun haqqında biraz geniş danışacağım, amma ondan əvvəl bir şey də deyəcəm. Deməli, Azərbaycanın ikiyə bölünməsi çox təəssüf ki, dünyada elə çoxlarına məlum deyil. Məsələn, bu kitabı ki, Amerikada çap olunub, Heykəllər niyə danışmır? Çox qəribədir ki, Amerikada bir radio, deməli, 1 saat yarım məndən intervyu götürdü, yaradıcılığımla bağlı. Kaliforniya Universitetinin ədəbiyyat üzrə professorudur. Kitabın rəisçisidir, 2 kitabımın orada çap olunan, yayımlanan 2 kitabımın rəisçisidir və eyni zamanda orada sual verdi ki, mən düşünürdüm ki, bütün bu hadisələr Bakıda baş verir. Yəni ki, qadınların çadriyə bürünməsi, zülmə tabi, zülm qarşısında qalmaları, çünki burada Atilla'nın açıq pəncərəsi, ayana yel vurub sındırdı sümbülümüzü və bu qəbildən bir neçə hekayələr var. Mən ondan sonra ona başladım Azərbaycanın ikiyə bölünməsini geniş şəkildə danışmağa və aydın oldu. Çox qəribədir ki, bununla bağlı əsərlər də istədi. Yəni, bu məsələ üzərində dayanmayacağım və bu iddia ilə mən daha çox tarixi əsərlərə yer verirəm yaradıcılığımda. Mənlə gəlir ki, biz tam olaraq mövzumuza keçə bilərik. Mövzumuz olaraq, deməli, Güney Azərbaycan qadınlarının durumudur. Siz də qeyd etdiyiniz kimi, deməli, bununla bağlı mən İran Hizbullah zindanında romanını yazdım və 12 ildə üzərində çalışdım. Dövrü mətbuata baxsanız, görəcəksiniz ki, qəzetəçilərin mənə verdikləri suallar içərisində, yəni ən çox da yer alan, mən İranın harasında doğulmuşam sualıdır. Hansı zindanlarda yatmısan, neçə il yatmısan, hansı işgəncələr görmüsən, bu qəbildən suallar çoxdur. Üzr istəyirəm. Bəlkə hər kəs mikrofonu bağlasın. Lütfən, mikrofonları bağlayın. Təşəkkür edərəm. Deməli, yox cavabı verəndə onlara da çox qəribə gəlir ki, əgər İranda doğulmamısan, zindanda olmamısansa, bəs bu hadisələri necə yazmısan? Və digər bir tərəfdən elə 2015-ci ildə İstanbulda Azadlıq hekayələri kitabının yayımlananda çox qəribədir ki, bəzi afişalarda, onda 6 böyük şəhərdə konferanslar verdim, imza günlərim oldu və afişalarda yazırdılar ki, Güney Azərbaycanın ünlü yazarı. Mən artıq İstanbulda sonuncu konferans verəndə dedim, mən Güney Azərbaycanlı deyiləm, Quzey Azərbaycanlıyam və şaşırdılar. Əgər Güney Azərbaycanlı deyilsənsə, bəs bunları necə yazırsan? O yazmaqla da bağlı həyat yoldaşım, yəni eşim Güney Azərbaycanlıdır, hüquqşünasdır, Urmudandır, 40 ildən artıqdır, artıq öz vətəninə gedə bilmir, anası vəfat edib, 2 bacısı, qardaşı, yəni bu cür baskıda olan bir insandır, onun acılarını yazdım. Ən əsas da ayana yel vurub sındırdı sümbülümüzü hekayəsini. O hər dəfə o anasından ayrıldığı anı konuşanda ağlayırdı. Və bir gün bu hekayəni oturdum, yazdım, oxudum ona. Ondan sonra
bir daha bu konuya qayıtmadı və çox qəribədir ki, hekayə çox dillərə çevrildi, yayıldı, videosu filanı, yəni məndən xəbərsə çox yaydılar və hansı dildə oxunmasından asılı olmayaraq hər kəs deyir ki, sən yalnız mənim, sanki mənim kəndi həyatımı görüb yazmısan. Orada insanın çəkdikləridir, öz doğmalarından ayrılması, yəni insan məsələsi yenə də, insan konusu yenə də mərkəzdə durur. Və qeyd etdiyim kimi 12 ilə çalışdığım bu 4 kitabdan ibarət İran Hizbullah Zindanında romanında mən 100-dən artıq İranda, İran zindanlarında edam hökmü altında yatmış qadınlarla görüşdüm. Bəziləri ilə fiziki, bəzilərinin evlərində oldum, bəziləri ilə tutaq ki, kafedə görüşdük, Skype, WhatsApp, Hotmail vasitəsilə dəfələrlə görüşdüm. Elə Zindani var idi ki, ona 150-dən artıq sual verdim və çox qəribədir ki, mənə həmişə deyirdilər ki, yazırlar, bəlkə də sosial arenada görə bilərsiniz ki, bu qadının fantaziyasıdır, yazıcı fantaziyasıdır. Belə şeylər olmayıb, İran rejimini dəstəkləyən insanlar bunu deyir, amma sağ olsun, məni dəstəkləyən oxucular da çoxdur. Orada, burada heç bir fantaziya məhsulu deyil və çox qəribədir ki, Qanun nəşriyyatında 2023-cü il 28 Şubat ayında kitabın tanıtımı olduğu bir anda mən əvvəlcədən elan etdim ki, zalda əsərimin qəhrəmanı var, ancaq adını çəkməyəcəm. Çünki anonimdir, əsərdə də bədi əsər olduğu üçün qəhrəmanlar hamısı anonim verilib, yəni adları dəyişdirilib və tanıtımın ortasında qadın qalxdı ayağa, dedi ki, mən zindanda olmuşam, qardaşımı da gözümün qarşısında edam ediblər və başına gələnləri danışdı. Yəni bu cür danışılası insanlar çoxdur, sadəcə qorxu, baskı altındadılar, ona görə də danışmırlar. Və əsər haqqında artıq elmi məqalələr də çox yazılıb, bəzi universitetlərdə tədris olunur, yəni Güney Azərbaycan məsələsi içində, tarix bölümündə, Bakı Dövlət Universitetində və digər universitetlərdə, bəzi universitetlərdə də, hardasa 7-8 universitetdə mühacirət ədəbiyyatının içərisində həyat və yaradıcılığım öyrənilərkən bu əsərin oxunmasını ən çox önərirlər və proqrama salırlar. Və elmi məqalələrdən birində deyəcəm ki, Bakı Dövlət Universitetinin də Mətanət xanım Saracılı'nın yazdığı kimi əsər tetralogiyadır, yəni 4 kitab içərisində birləşdiyi üçün və digər tərəfdən əsəri epos adlandırır, çünki bir tarixi dönəmdə xalq, cəmiyyət, hakimiyyət hamısı orada yer alır. Və digər bir tərəfdən yenə doktor Həmid Güney Azərbaycanlı onun elmi məqaləsindən deyəcəm ki, əsəri tam feminist bir əsər və milli mücadilənin manifesti adlandırır. Yəni, deməyim odur, digər bir tərəfdən yenə də bizim tanınmış yazıcımız, qəzetəçimiz Eyruz Məmmədlinin yazdığı rəydə əsəri politoloqların, İranşünasların, yaxın şərqi öyrənən diplomatların oxumasını məsləhət görür. Çünki burada elə faktlar var ki, heç bir yanda bu vaxta qədər yayımlanmayıb. Yəni, əsər haqqında geniş deyilən fikirlər çoxdur və İndi mən istərdim ki, siz bunları əlbəttə mətbuatdan da oxuya bilərsiniz, var. Mən istərdim ki, əsərin quruluşu haqqında bir neçə kəlmə deyim. Hadisələr 1978, yəni inqilabın ən qızğın dövrü və 88-ci ilə qədər kütləvi qətliamlar dövrü adlanır ki, İranda 3 ay, yay ayında, siz yaz deyirsiniz, yaz ayında 40 mindən artıq insanı edam etmişlər kütləvi şəkildə. Bəzən bir zindanın həyətində bir gecədə 500-400 mindən artıq insanı edam edirdilər. Yəni elə bir dövrü əhatə edən əsərdir. Burada
millət məsələsi yoxdur, insan məsələsi var. Digər tərəfdən mücahid, solçu, şahçı, sağçı, yəni heç birinə fərq qoymadan edam edirdilər. Yəni rejimə qarşı olduqları üçün. Bəs nədən qadınlar mərkəzdə durur? Bax, bu sual da var, bunu da açacağam. Deməli, əsər əslində başlayır lap əvvəldən. Göstərmək istəyərdim. Burada deməli, devrimin travması, digər hissəsi həyatı tabutda arayanlar. Türkiyədə 2 cilddə yayımlandı. Kitab ilk olaraq başlayır Asif Atanın İnqilab yoxsa intibah fikri ilə və eyni zamanda inqilab siz deyəndə devrim deyirsiniz də və eyni zamanda əsər insana münasibət, yəni hüquqi baxımından, sosioloji, cəmiyyət baxımından, tutaq ki, psixoloji hər bir tərəfdən yəni mərkəzdə duran insandır. İnsana münasibət necədir? Və üstəlik İnqilab öz evladla, kəndi evladlarını yeyir aksiyomu var burada. Deməli, Asif Atanın fikri ilə başlamışam ki, devrimlər dünyanı yeniləyə bilmədilər. Dünyanın dəyişimi onun hızla əksilməsinə yol açdı. Sloganlar, kavqalar, manifestolar, iyimserlik, bilməm nədir, coşqusu, yeni dönəm və bənzəri olaylar əslində dünyayı əksilmişlik çəmbərindən çıxarmadı. Bunun nədəni nədir? Bunun nədəni insanın insan olmamasıdır. Əgər insan dəyişmirsə, dünya dəyişməyəcək. Asif Ata deyir ki, dünya pis gündədirsə, kötü gündədirsə, buna səbəb insandır. Yalnız insan dəyişəndə dünya dəyişəcək. Ya inqilablar insan yetişdirmədi. İnsanların içindəki vəhşi ehtirasları coşdurdu. Bax, romanda da bu göstərilir. Deməli, birinci kitab İnqilabın travmasıdır. İkinci kitab 2 vəd, 3 vəd, 3 şərt. Üçüncü kitab Qanlı Orkestr. Dördüncü kitab isə həyatı tabutda arayanlardır. Buradan da fotosunu görürsünüz. Birinci kitabda İnqilabdan dərhal sonra 10 yaşında Fatmanın həyatı təsvir edilir və əsərin birinci abzasında 40-cı illərdə fransız əskərlərinin təcavüzünə məruz qalmış Əlcəzairli 17 yaşlı qız Cəmilənin həyatından yəni stat gətirilərək verilir və məlum olur ki, Fatma bu kitabı gizlin ünvanlara paylayır. 10 yaşında bir çocuk. Arzu edirəm ki, əsəri oxuyasınız. Burada oxuyanlar var, görürəm, amma sizləri oxumayanlar da oxusun ki, onlara aydın olsun tam nədən bu qız çocuğu kitabları paylayır. Çünki onların öyrətmənləri səriyə qadınların beyni silahlanmalıdır bir cəmiyyətin dəyişməsi üçün. Onun şüarı belədir. Və orada da birinci abzasda yazmışam ki, o payladığı kitabın müəllifi ilə bir zaman zindanda eyni yatağı bölüşəcəyini bilmirdi. Yəni bunu heç düşünmürdü də. Və əsərin kompozisiyası Səməd Behrənginin Balaca Qara Balığın nağılı üzərində qurulub. Bu dünyada məşhur olan bir nağıldır və eyni zamanda İran çocuk ədəbiyyatının əsası bu əsərlə qoyulmuşdu və devrimdən sonra əsər qadağan olunur və məlum olur ki, Fatmaya da izin verirlər əsəri oxumağa, oxuyub okula gətirib qaytarmaq istəyəndə görür ki, Əfşar ağanın, yəni şəxsi kitabxanasını ictimai kitabxanaya çevrilmiş ağanı aparıb edam ediblər sübh tezdən. Onun kitabxanasını isə şəhər meydanına töküb kitablarını yandırırlar. Bəli, sonradan birinci edamı görür Milli Parkda və eyni zamanda yeri gəlmişkən deyim ki, əsərdəki qədim türk adları dəyişib ya farslaşdırılıb, ya da dini adlarla əvəz edilib.
Ya bunu da göstərmişəm. İstəmirəm daha xırdalıqlarına gedim. Və sonra ana dili və Fatmanın öyrətməni Əliza Əfşar, hansı ki Qarabağlığı oxumağı buna məsləhət görmüşdü. Bir sübh tezdən onu, yox, bir gün okuldan gedərkən tuturlar və səhər sübh tezdən edam edirlər. Bundan sonra Fatmanın içində bir üsyan başlayır. Bununla barışa bilmir və atası ilə birgə gedib qara balıqlar alır, onu akvaryumda bəsləyir və arzusu olur ki, bu qara balıqlar bir gün böyüyüb böyük dəryada üssünlər. Əsərin sonraki ikinci hissəsi, ikinci kitabı 3 və 3 şərtdir. Çox qəribədir ki, tənqidçilər mənə irad tuturlar ki, bu romanı ayrıca çap etdirərdim, bura salmazdım. Amma mən ora qəsdən saldım. Nədən? Ona görə ki, bu dəqiqə bizim Güney Azərbaycanda, istər Quzey Azərbaycanda, mən Türkiyənin özündə də görürəm, demokratiyaya, Avropanın gətirdiyi demokratiyaya böyük inam var. O demokratiyanı özümüz, özgürlüyü özümüz qazanmalıyıq. Yəni ki, bir şəxs olaraq, cəmiyyət olaraq. Kimsə bunu bizə verməməlidir. İrana verəndə necə verdi? İrana ona görə verdi ki, onun milli dəyərlərini, tutaq ki, milli neymətlərini, lap belə deyək, xam malını, sənaye mallar, xam mallarını, nefti, çünki burada neftin milliləşdirilməsi məsələsi də durur, əldə etsin. Məhz ona görə ikinci kitabı ora saldım. Üçüncü isə əsərin əsas canı olan qadınların həyatından bəhs edən 480 nəfərlik qadın zindanı Urumuda hadisələr cəryan edir. Yenə burada Fatma ana dili dərnəyindən tutulur, ora salınır və onun gündəliyi ilə, yazdığı gündəliklə biz tanış oluruq. 114 gün var burada keçirik və burada müstəntiqin verdiyi suallar, işgəncələr, edamlar göstərilir. Təkcə Fatmanın həyatı yox, onun ətrafındakılar. Çünki sizə dediyim kimi 100-dən artıq edam hökmü altında yatmış qadınları dindirmişəm. Hər kəs də yanında edam olunmuş 5-10 nəfərin həyatını mənə nəql edib və onların hamısını ümumiləşdirib müəyyən obrazlarda verməyə çalışmışam. Və çox qəribədir ki, burada Hümeyninin fitvası olur. İnqilabın əvvəllərində qadın zindana hamilə düşərsə izin verilməlidir. O dünyanı, körpəni dünyaya gətirir. 3 ay süd verdikdən sonra çocuk alınıb qohumlarına, əgər qohumları sahib çıxmazsa çocuk yuvasına verilir və özü edam edilir. Təsəvvür edirsinizmi? 3 aylıq südəmər körpənin annesini edam edirlər. Sonradan 88-ci ildə kütləvi edamlar dövründə Hümeyni bu fitvasını geri götürür və deyir ki, qadın hamilə olsa belə edam edilməlidir. Və əsərdə də hekayət etdiyim kimi bir gecədə 3 hamilə qadın edam edilir. Və qəribəsi budur. Mən bunu əsas açmaq istəyirəm. Əsərdə də vermişəm bunu. Hümeynizm izmi var. Bu da nədən ibarətdir? Hümeynizm nədir? Hümeynizmdə 3 şey durur. Birinci, bilim adamlarını iş başından götürüb fanatikləri, inanclı insanları qoymaq lazımdır. Onlar inqilaba və dövlətə sadiq olacaqlar. Hümeyninin bu Hümeynizmdə duran birinci şərtdir. İkinci şərt zindanlara münasibətdir. O deyirdi ki, zindanlar zindan yox, şəfaxana adlandırılmalıdır. İnqilaba qarşı olanlar psixi xəstədirlər, onlar zindana atılmalıdır və sağalmalıdır. Oradakı müstəntiqlər, müstəntiq yox, həkim adlanırdı. Yəni onlar bu zindana düşən xəstənin müayinə edirdilər, sorğu-sual edirdilər, diaqnoz qoyurdular və oradakı Hizbullahçılar, pastarlar, Sepahlar, Xahəri Zeynəb əskərləri, qadın pastarları belə adlandırırdılar, İmam Zeynəbin əskərləri adı ilə gedirdilər və onlar da xəstələri müalicə edirlər. Xoş o zindaninin, məhbusun halına ki, o zindanda ölürdü. Yəni bundan artıq günaha batmayacaq deyirdi. Və üçüncü məsələ Hümeynizmdə qadın məsələsidir.
qadına münasibətdir. Burada biraz tarixə diqqət edəcəyik. Hər 1962-ci ildə Məhəmməd Rza Şah Ağ İnqilab elan etdi İranda. Düzdür, burada çox məsələlər dururdu. Təkcə qadın məsələsi deyildi, torpağın kəndlilərə bölünməsi idi, tutaq ki, kültürel inqilab idi. Bunun başında Fərəh Şahbanı dururdu, cocuq kitabxanalarının açılması, cocuq teatrlarının açılması, cocuq oyunlarının yazılması, dediyim kimi 62-ci ilə qədər cocuq ədəbiyyatı İranda yox idi, qara balıqla başladı və s. Yəni burada çox şeylər dururdu. Bir də qadınların səs vermə haqqı idi. Bu zaman Xomeyni Şaha bir məktub yazır. Məktubun məqsədi belə idi. Qadının səs verib səs almaq haqqı ola bilməz. Çünki qadının beyni toyuq beynidir. O kəndini idarə edə bilmədiyi üçün dövləti də idarə edə bilməz. Və o zamandan İranda belə qalıb ki, qadın əgər çıxırsa, onun atası, qardaşı, eşisi və yaxud oğlu ya onunla getməlidir, ya da izin verməlidir. Görürsünüz, qadının üzərində həmişə bir kontrol, nəzarət olmalıdır onun deyimi ilə. Və keçirik digər bir tərəfə. Xomeyni hakimiyyətə gələn kimi bir risalə yazdı. 3 aylıq südəmər körpəyə siğə etmək olar, babasının izni olarsa. Təsəvvür edin, 3 aylıq südəmər körpə. 3 aylıq südəmər körpənin gördüyü 3 iş var. Bir, südəmər yeyər, bir, üzr istəyirəm, ifraz edər, bir də yatar. Bundan başqa o nəyisə bacarmaz. Və bu risalə çap olundu, İranın bütün kitabxanalarına paylandı. Lakin İran cəmiyyəti tərəfindən baskı gördüyü üçün o risalə kitabxanalardan yığışdırıldı. İndi bəzi yerlərdə gizlin saxlanılır, evdə filanda. Və Xomeyni özü elə inqilabdan əvvəl, devrimdən əvvəl Kəlbəlaya ziyarətə gedərkən əslən İranlı olan bir fars dostunun evində qonaq olur, bir günlük gecələyir, orada süfrə açır, yeyirlər və sonra içəri 3 yaşında ev sahibinin qızı gəlir. Xomeyni deyir ki, ağa, bunu mənə bir gecəliyə siğəyə verə bilərsənmi? Yəni keçici nikaha və o da deyir, bəli. Əsərdə mən bunu 4-cü kitabda Həyatı tabutda arayanlar kitabının Müntəzirinin güzgü ilə söhbəti hissəsində yazmışam. Bu da fakta əsaslanandır. Hansı mənbə hardan götürülüb? Onu da götürmüşəm. Teoloq, professor Musəvi Xomeyninin yaxın dostu onunla birgə olur və öz kitabında bunu detalları ilə yazır. Yəni burada mənim heç bir fantaziyam rol oynamır. Və sonradan o hadisələrə münasibət filan təhlillər hamısı orada var. Və ən bariz nümunəsi isə Xomeynizmdə zindanda qızlara münasibətdir. Xomeyni deyir ki, dinimizə görə qız uşaqları ölərsə cənnətə düşər. Onlara bədava cənnəti verməyəcəyik. Ona görə də edam olunacaq qızlar qadın kimi ölməlidirlər. Və fetva verir ki, edam olunacaq qızlar siğə olunmalıdır. Və əsərin üzündə, yəni Azərbaycan variantında da bu var, türk variantında da var içində. Belə bir cümlə var və bu mənə müsahibə vermiş, o edam hökmü altında yatan 16 yaşı olmamış, zindana düşmüş bir qadının müsahibəsindəndir. Və mən öz üstəm bu yeri gəlmişkən, mənə sual verirlər ki, sən burada müsahibələrində deyirsən ki, edam hökmü altında yatmış qadınlardan müsahibə götürmüşsən. Əgər onlar edam olunubsa, sən bunlarla necə konuşmuşsan, edama məhkum edilərsə, bax, bu qəribə bir sualdır. Bu qadınlar 12, 13 yaşında, 15, 16 yaşında, yəni 18 yaşı olmamış zindana düşmüş qızlardır. Və belə bir şey var ki, beynəlxalq hüquqda 18 yaşına çatmamış oğlan və yaxud qız cinsindən asılı olmayaraq edam edilə bilməz. Və bu hökmlə qırmızı xaç eyni zamanda BMT-nin insan haqları və cocuq haqları konversiyası ilə məşğul olan təşkilatlar
İran zindanlarına reyting edən zaman, romanın içərisində bunlardan bəhs etmişəm, hekayətlərlə hadisələr necə olub, edən zaman onlar həmin siyahıya düşürlər və siyahıya düşdükləri üçün də azad olunurlar. Yəni özgürlüyə buraxılırlar, edam olunmurlar. Onlardan biri, dediyim kimi, Qanun nəşriyyatında, kitabın tanıtımında da ayağa qalxdı, danışdı. O 16 yaşı olmamış zindana düşüb və edam hökmü ilə yatmışdı. Sadəcə qırmızı xaç onu xilas edib. Onun müsahibəsindən bir cümləni oxuyacağam və sonra açacağam bunun mənasını. Bir müqəddəsliyə və insanlığa çağırış olan sübh azanının ilk sədası səsləndiyi an sanki zindanın içində saatlı bomba partlayırdı. Bu nədir? Bu fikir hardan gəlir? Deməli, hər həftənin 3-cü və bazar günləri, 3-cü və 7-ci günlər kütləvi edam günləri idi. Sübh azanı çalınandan dərhal sonra Xahər-i Zeynəb əskərləri, yəni qadın pastarlar, əllərində bir uzun siyahı içəri girirdilər zindan otaqlarına və adları deyir oxuyurdular. Sonra da elan edirdilər. Qız çocukları günorta azanına qədər hazır olsunlar. Günorta azanı səslənəndən sonra gəlib yenə siyahını oxuyurdular. Qız çocuklarını aparırdılar, siğə edirdilər. 1 saat keçici nicah və ondan sonra axşam azanından sonra kütləvi edam olur zindanın həyətində. Bəli. Sonra qəribəsi də bundan ibarətdir ki, bu edamın detallarına girməyəcəm, çünki romanda hamısını hekayət şəklində yazmışam, zamanımız da çox deyil. Və qəribəsi bundadır ki, edam olunan qız çocuklarını ailələrinə telefon açırdılar. Deyirdilər ki, ağa, romanda da bu var, Zindanda Qızıl Göz Aydınlığı 4-cü kitabda yazmışam. Ağa, gözün aydın, qızın günahını yudu, bəs onu edam etdik. Sən sabah gəlib, yarın gəlib, zindanda şir paylamalısan. Təsəvvür edirsiniz, necə həm öldürürlər sənin doğma evladını, 17-18 yaşında. Həm də sən şirini alıb gətirib bunlara göz aydınlığı paylamalısan. Və paylayırdı. Bundan sonra 1300 tümən İran puluyla başlıq, buna süd pulu, ana haqqı da deyirlər bizdə, mehriyyə verirdilər. Xümeyni yenə bu fitvasının içərisində idi ki, ailəyə halallıq üçün bu paranı ödəməlisiniz. Valideyn isə ən azı 5000 tümənlik şirini gətirib zindan içində paylamalıydı. Cəsədi isə ailəyə vermirdilər. Cəsədi o ki, gecə öldürürdülər, roman içində bir neçə yerdə bunu bəhs eləmişəm, yığırdılar yük maşınına, aparıb şəhərin kənarında yekə bir bulduzerlə quyu qazıb, hamısını bir yerdə ora töküb üstünü bastırırdılar. İndi bugün İranda şəhərlər artıq böyüyüb, 40 il keçib inqilabdan, şəhərlər böyüyüb, genişlənib, o çöllər ki var idi, çaqqallar olurdu, romanda bunlardan dönə-dönə bəhs eləmişəm. Həmin yerlər artıq şəhərləşir və qəbirlərin üstü açılır. O gizlin qəbirlərin, adsız qəbirlərin, məzarların üzəri açılır. Oradan insan elbisələri, parçalar, kəmiklər filanlar üzə çıxır. Deməli, romanın əgər qadınlara aid olmayan bir hissəsi kimi deyəcəkdim, bu nədir? Xümeynizmdə Quzey Azərbaycana münasibət. Orada Leninlə və Xümeyninin rastlaşması var. Bugünkü biz özgürlükdən danışdıq. 17 Kasım ayı bizim özgürlük günümüz. Dirəniş günümüzdür. Bəli, oradakı Leninin heykəli var idi. Xümeyni ora gəlir. Bu detal hamı üçün yəni lazım olanda hamının eşitməsi lazımdır. Azərbaycanın xalq artisti Vidadi Həsənov da bunu teatrlaşdırıb, yəni oyuna çevirib nümayiş etdirdi. Xümeyni gəlir Azadlıq meydanına və Leninə deyir ki, mən qoltuğunda da dini şərhlərdir, deyir artıq mən gəlmişəm, sən getməlisən. O deyir, mən 70 ildir burada durmuşam. Bilirsiniz ki, Rusiya 70 il Azərbaycanda hakimlik etdi. Xümeyni deyir ki, sən tüfənglə gəlmisən, topla gəlmisən və sən yəni işğal etmisən də, sizdən də qabaq biz var idik. Xümeyni deyir ki, yaxşı, yoldaş, Lenin deyir ki, yaxşı, yoldaş Xümeyni. Yoldaş, o buna yoldaş deyir, bu ona ağa deyir. Yəni mahiyyətcə
inqilablar eyni bir şeydir. Əsərin içində də Fransa burjua inqilabı, Böyük Oktyabr sosialist inqilabı və eyni zamanda İran İslam inqilabının müqayisəli təhlillərini bədii formada vermişəm. Və belə edək deyir, sən də kitabınla gəlmisən, mən də kitabımla gəlmişəm. Leylin əlində SSR-nin konstitusiyası idi. Gəl belə eləyək, biz ikimiz də kitabımızı verək bu millətə oxusunlar. Hansını qəbul etsələr, hansı kitabı qəbul etsələr, o da burada qalacaq, yəni Azərbaycanda qalacaq. Leylin deyir ki, Xomeyni deyir ki, ağı Leylin çox ağıllı fikirdir. Əmma, deyir, əmması nədir? Deyir, əmması odur ki, birdən ikimizin də kitabını qəbul etdilər. Yəni Rusiyanın konstitusiyasını və Xomeyninin getdiyi dini şərhləri. Bəs onda necə olacaq? Leylin deyir ki, onda çox gözəl olacaq. Beyinlərində milli ideologiyaya yer olmayacaq. Rusçuluq işğalını və eyni zamanda İranın işğalını bugün biz çox bariz şəkildə görürük. Çox təəssüf ki, bu var. Mən daha geniş danışa bilərəm, amma istəyirəm ki, icazə versəniz, suallara da bir yer ayıraq. Siz necə baxırsınız? Sorulara bakıyoruz. Şu an için soru yönelten herhangi bir katılımcımız yok. Siz devam edebilirsiniz Elifcan Hanım. Son 10 dakikanız. Toparlayabilirseniz. Tamam. O zaman mən toparlayayım. Bir su içsəm yaxşı olar. Buyurun. Əsərin sonunda ata evə gəlir. Deməli, zindanda edam olunmuşların zindanda geyindikləri əlbisələr, onun tutaq ki, şalı, paltarı və yaxud evlərindən, əzizləri tərəfindən göndərilmiş əşyaları ki var, onlar bir düyünçəyə yığılırdı və verilirdi sahibinə, ailəyə verilirdi. Burada deməli ataya da həmin düyünçə verilir və ata evə gəlir, evin kəndarında oturur, düyünçəni açır, qızının düyünçəsini, o xatirələri qayıdır, axırıncı dəfə qızı ilə nasıl ayrılıb və oradan bir Fatmanın gündəliyi çıxır. Əsərdə də bundan bəhs eləmişəm, o gündəlik necə gəlib mənim əlimə çatıb, ondan bəhs etdim və üstəlik bir dənə qız portreti çıxır. Bu portret nədir? Dünyada yeganə olan bir portretdir. Deməli, edam olunacaq qızlar belə bir fikir yürüdürlər ki, bizdən sonra heç bir nişanə qalmayacaq, evladımız yoxdur. Ona görə kimisi saçını kəsir, kimi elbisəsindən, kimisi də şalından iplər çıxarır. O ipləri bir-birinə düyünləyirlər və ondan bir qız portreti toxuyurlar. Həmin portretdir ki, Allah kərim Fatmanın atası düyünçənin arasında görür və çıxır. Və ömründə ilk dəfə mömin insan olan bu Allah kərim günorta azanının sədasını eşidir, lakin ibadətə qalxmır. Yəni bununla da göstərmişəm ki, devrim təkcə insanların fiziki baxımdan, yəni o canciyərli evladını yox, həm də inancını, ruhunu uğurladı. Ata evə gedir, akvariumdakı balıqlara yem verir, sonra onu akvariumu sinəsinə sıxıb, aparıb Urmu gölünə buraxır. Çünki qızının arzusu o balıqları böyük dəryaya buraxmaq idi və əsər belə də bitir. Sonra orada çox şeylər var, dezinfeksiya, bütün zindandakılarını necə edam edirlər, kütləvi şəkildə, amma hamısı gözləyirdi ki, İran-İraq savaşı artıq bitir, kütləvi amnistiya olacaq və ağa da xəstədir, ürək xəstə idi Xomeynini. Öləcək, ona görə ölüm qabağı insafa gəlib amnistiya eləyəcək. Əsərdə bu hekayətlər də var, azadlıq, özgürlük nədir hissəsində və digər hissələrdə. Çox təəssüf. Heç bir inqilab insan üçün deyil. İstər biz bunu Fransa burjua inqilabında gördük. Fransa burjua inqilabında, yəni ki, oxumusunuz Victor Hugo'nun edama məhkumun son günü, Claude əsərlərində 25 il Fransada qan su yerinə axdı. Gülatini yaradan Paris Universitetinin biologiya üzrə professoru idi Gülatin. Gülatin 40 kilo ağırlığında balta yaratdı, amma öz
kafası da həmin baltada kəsildi. İnqilab edənlər bir-birlərinin kafasını kəsdi, çünki insan deyildilər. Böyük Oktyabr sosialist inqilabından sonra təkcə Azərbaycanda 30 mindən artıq aydının başı getdi, kafası getdi. Kütləvi repressiyalar oldu bütün SSR üzrə. Birinci növbədə türkləri etdilər. Və Özbəkistandan olan bir professor tarixçinin Şöhrət Hoca, onun bir kitabı var. Türkistandan Qarabağa qədər türk qətliamı 1.700.000 türk öldürüblər. Əsasən də Qazaxıstan türklərini 1 milyonun artıq onları öldürüblər. Acından qırıblar. Onların bir dənə qapısında olan atını, inəyini, qoyununu hamısını götürüb aparıblar. Və mən Azərbaycanda olan o soyqırımdan artıq danışmaq istəmirəm. Yəni vaxt çox gedər. Ya demək istəyirəm ki, bütün inqilablardan sonra kütləvi repressiyalar olub. Tarixi öyrənməyimiz əlbəttə buna görə də çox vacibdir. Bilirsiniz necədir? Bir fikir var, deyir ki, tarix bir əsəri 2 dəfə səhnəyə qoyur. Bir dəfə komediya kimi, bir dəfə faciə kimi. Bu komediya və faciə yerini dəyişə bilər. Birincilik, ikincilik burada əsas şərt deyil. Əgər bir millət tarixdən dərs almırsa, onun tarixi təkrar olunur. Nədən mən Tiqranizm Xocalıda kitabını yazdım? Əslində məqsədim Xocalıda olan faciəni yazmaq idi. Amma soyqırımın tarixini öyrənəndə gördüm ki, 18-ci ildə Batı Azərbaycanda Haqqıqlı kəndində Xocalıdan da pis faciə olub. Sadəcə Sovet dövründə icazə verməyiblər, biz onu öyrənək və bu il Azərbaycan parlamentində məndən rica etdilər ki, bunu bir əsər kimi yazım. Qərib Batı Azərbaycandan olmasam da, amma oturub 2 aya Yurtdaşı adında bir roman yazdım və roman artıq yayımdadır. Yəni, tarixi öyrənməliyik. Buyurun. Bir soru geldi. Şu anda Güney Azerbaycan'daki kadınların durumunu nasıl değerlendiriyorsunuz diye bir izleyicimiz soru yöneltti size. Mən biraz bu məsələyə geniş baxacağım, açıq fikirlə baxaq da. Deməli, kimsə yazır. Deməli, belə bir fikir var. Bu Pezeşkiyan hakimiyyətə gələndə deyirdilər, aha, türkdür, bütün problemlərimiz həll olacaq, ana dili, Urmu gölü filan. Mən orada da bizim televiziyalar dəvət etdi. Orada da mən proqramda dedim ki, 47 il Molla qazanında bişmiş bir adamdan biz milli təfəkkürlü heç nə gözləməyəcəyik. Heç nə. Vədlərə inanmaq olmaz. Vədlər insanı aldatmamalıdır. Qaldı Azərbaycan, oradakı bizim qadınların durumu, geyimlərindən tutmuş fikirlərinə qədər hamısı baskıdadır. Özgürlük yoxdur. Geyimdə belə. Başını qapamalısan. Sonra ana dilində okuldu, o da yoxdur. Və üstəlik son dövr bizə çatdırılan bir məlumat var. Bilmirəm bu nə dərəcə doğrudur, amma bunun şahidi olanlar deyirlər. Hətta 13-14 yaşında qız çocuklarını ana okulda öyrətmənlər dışarı çıxarır, onlara bir həb verir və bir əlində də su. Deyir ki, bu həbbi at sənin xeyrinədir və suyu içirdir. Burada bu qadın məsələsi olduğu üçün biz bunu deməliyik. Bunların sonra o doğum orqanizmi ki var, analıq orqanizmi inkişaf etmir və qısırlığa, evladsızlığa gətirib çıxarır. Yəni, bilirsiniz necədir? 2-3 il bundan qabaq Tehran Universitetinin bir professoru bir söz demişdi. Deyirdi ki, bu Kürdlərin, Bəluçların, nə bilim, Ərəblərin konuşmasına baxmayın, qalxmasına baxmayın. Siz o yatmış türklərdən qorxun. Yəni ki, türk İranda böyük qüvvədir. Bütün inqilabları da, məsələn, keçən əsrdə 4 inqilab olub, 4-ünü də eləyən biz olmuşuq. Amma təəssüf ki, Fars bəhrəsini yeyib. Yəni, necə deyim sizə? Biz böyük qüvvəyik, həm say baxımından, həm fikir baxımından və bir də 16 əsr İranı, İran imperiyasını türklər yaşadıb, türklər hakimlik edib. Qəzvilər,
Əfşarlar, Nadir şahlar, Qızılbaşlar hamısı bizdən olub. Və 1925-ci ildə İngilislər, Ruslar İranda olanda İngilis atının mehdəri Rıza Pəhləvini tez tələsik, bisavad adam, analfabet, yəni hərfləri belə tanımırdı, tez tələsik onu hakimiyyətə hazırladılar türklərin əlindən İranı çıxarmaq üçün. Bax budur. Və bizim səhvimiz nədir? Mən bunu dönə-dönə proqramlarımda da deyirəm. 16 əsr, 1600 yanı necə deyim, idarə edən türklər bir dənə də olsun ana dilində okul yaratmadılar. Okullar ərəb fars dillərində oldu. Ədəbiyyat ərəb fars dilində oldu. Və ona görə də bu günə qalmışıq. Yəni, buyurun. Yo, buyurun. Teşekkür ederim. Gamze Hanım'ın bir sorusu var size. Programa geç katıldığı özürlerini iletiyor kendisi. Kitabınızın adını soruyor. Tekrar söyleyebilir misiniz? Deməli, kitabın adı əslində gedir İran Hizbullah zindanında, amma Türkiyədə yayımlandı İran zindanında. 2 cildədir. İnternetdən almaq olar 2 cilddə belə. Teşekkür ediyoruz. Çok sağ olun. Bir de Selim Bey'in sorusu vardı. Kendisi yazmıştı. Selim Bey, yazarsanız sorunuzu iletebiliriz sayın konuğumuza. Muhtemelen yazıyor şu anda. Söz de alabilirsiniz. Söz almak istiyorsanız Selim Bey. Şimdi ben bir devreye girebilir miyim? Elüce Buyurun. Hanım, Evet. özellikle teşekkür ediyorum. Gerçekten de kitabınız üzerinde Güney Azerbaycan kadınının yaşadıklarını, özellikle kendi aileniz üzerinden, eşinizden tabii kaynaklanarak da o şekilde bahsettiniz. Bizlere anlattınız. Sağ olun. Yani Türk'ün kaderi aslında siz de ifade ettiniz. Hep maalesef dünyaya çok hakim olma idealinde olduğu için, ki bu idealini de gerçekleştirebilmiş bir millettir yaşadığı coğrafyada. Tabii bunun bedelini de soykırımlar ve katliamlarla da ödemiştir de diyebiliriz. O yüzden ben gerçekten ağzınıza sağlık. Çok teşekkür ediyorum. Kadının bu noktadaki görevi, üstlendiği sorumluluklar da son derece önemli. Size şunu sormak isterim. Eserinizi yazarken içinde bulunduğunuz hayati ruhiyeyi bizimle bir paylaşabilir misiniz? Nasıl bir duyguyla bunu kaleme aldınız? Onu merak ettim ben. Mən deyim ki, sizə 10 il bütün materialları yığdım, hekayətləri yazırdım, amma sistemli şəkildə romana çevirməyi düşünürdüm ki, bir izolasiya, təcriddə olum və yazım. 2021-ci il 1 Şubatda odamın qapısını bağladım, bu odanın. Bütün o 10 ildə yığdığım materialları, hekayətləri odanın ortasına sərdim və sistemləşdirdim. Gördüm artıq bir yox, 4 kitab materialı işləmişəm və oturdum bunları yazmağa. Ən acınacaqlısı mənim üçün Qanlı Orkestr 3-cü kitabı yazmaq oldu. Tənqidçilər də, ədəbi tənqidçilər də çox üzərində dayanırlar ki, Qanlı Orkestr adi kitab deyil. Güney Azərbaycan salnaməsidir. Gerçəkdən də elədir. İnsanları deyirəm, dindirdim. Hər kəs yanında edam olunmuş 5-10 qadının həyatını danışdı. İstər Daşqala, hamilə qadınların edamı, yəni çox şeylər, elə şeylər var idi ki, yaza bilmirdim. Və bir də ideyanı beynimdə həll eləmişdim. Bədi formanı tapmışdım. Hekayəti, əsərdə çoxlu sayda bir yüzlərlə hekayət var. Hekayəti necə quracam, neynəyəcəm, hamısını. Amma İnanın gecə saat 2-3 yazıram, məni bir ağlamaq tuturdu, hönkürürdüm. Psikam pozulurdu, çay içirdim, qəhvə içirdim, bir baş ağrısı getmirdi. Belə beynin içində bir ağrı var idi. Çıxırdım, ormanda gəzirdim, dışarıda gəzirdim ki, biraz oksigen alım filan. Yenə də düzəlmirdi. Bəzən 3-4 gün otururdum, qaldığım yerdən başlaya bilmirdim. Təsəvvürsüz o mövzunu açıb başlaya bilmirdim. Və təsəvvürsüz bir gün səhər işə gedəcəm,
oxula. Açdım telefonumu, gördüm redaktor Əntiqə xanım qonaq sağ olsun bu kitabı çox diqqətlə, dəfələrlə oxudu, redaktə elədi, düzənlədi və hönkürə-hönkürə bir mesaj qoyub. Ay Eluca, bu Fatmanı öldürməyəydin da. Deyirəm ki, axı mənlik deyil. O minlərlə Fatma ölüb orada. Mən bir qış Haqa məhkəməsinin sənədli filmlərinə baxdım, onlardan öyrəndim, nə qədər materiallar götürdüm. Yəni əslində dediyim kimi Eyruz Məmmədli deyir ki, burada heç kəsə məlum olmayan o qədər faktlar var ki, ona görə yaxın şərqi öyrənənlər, politoloqlar, diplomatlar bu əsəri hökmən oxumalıdırlar və universitetdə də dediyim kimi hocalar artıq bugün də yenə Bakı Dövlət Universitetindən zəng vurmuşdular. Oradan da deyir biz proqrama salmışıq. Tarix bölümündə də proqrama salıblar. Güney Azərbaycan tarixini keçirlər orada da. Yəni bu professorlar hamısı oxuyub. Həm rəy veriblər, həm də ki auditoriyada konuşurlar. Bir qəribə keçən hadisənin şahidi oldum. Azərbaycan Universitetində, deməli mənim yaradıcılığım haqqında mühazirə deyir professor. Onda canlı qoşublar mənə eləyirlər. Mənə də zəng vurublar. Qulaq asıram. Axırda deyir ki, Elca Talının əsərlərindən yerdən öğrencilər uca səslə deyir ki, İran Hizbullah zindanında. Yəni mən gerçəkdən istəyirəm ki, bizim gənclik bunu oxusun. Biz yaşadıqlarımızı onlar yaşamasınlar. Çox qəribə dururlar. Yəni deməyim hocam, biraz uzağa getdim. İnanın o qədər ağlayırdım. Hönkür ağlayırdım. Buyurun. Hocam sorunuz var mı? Başka sormak istediğiniz bir husus? Teşekkür ederiz hocam. Selim Bey'in bir sorusu var size. İlk önce selamlarını iletiyor kendisi. Neden Molla rejimi dikkatini kadınların üzerine verdi diyor. Kadınların muhasırlaşmasından mı korkuyordu? Yoksa İran rejimini devireceklerinden mi korkuyordu? Neden bu kadar kadına karşı gaddardılar diye sorusunu yöneltiyor size. Maraqlı bir sorudur. Belə bir fikir var ki, qadın böyük qüvvədir. Hansı cəmiyyətlər inkişaf edir? Hansı toplumlar inkişaf edir? O toplumlar ki, orada qadınlar inkişaf edib. Qadın özgürdür. Ona görə Molla rejimi qadın özgürlüyündən qorxur və onları bacardıqca baskıda saxlayır. Bu qorxudan irəli gəlir. Yəni inanmırlar ki, onların hakimiyyəti əbədi olacaq. Ya kendilerine inamsızlıktan. Buyurun. Teşekkür ediyoruz. Bir sorumuz daha var. Kübra Hanım'dan yönlendi size. Merhaba diyor. Öncelikle teşekkür ediyor. İran Zindanı'nda kitabınızı internette 2 cilt halinde bulabildim. 4 kitap olarak bahsettiniz. Acaba Türkiye'de 2 kitaba mı toplandı yoksa isimleri farklı mı diyor? Aha, Türkiye'de 2 kitaba toplandı. Teşekkür. Bir neçə yerdən təklif gəlib ki, hər romanı, yəni ayrı-ayrılıqda bassınlar. Çünki yayın evləri deyir ki, onda çox para olacaq. Yəni onlar üçün də yəni öz hesablarına yayımlayırlar, çox para edəcək ona görə. Amma bilmirəm, bir fikir var ki, hamısını da ayrı-ayrı etsinlər. Son sözlerinizi alalım sayın konuğumuz, sayın Atalı. Mən yalnız təşəkkür edirəm birinci sizə. Müalla hocama dəvət üçün təşəkkür edirəm. Bu gözəl fürsəti mənə verdiniz. İzləyicilərimizə də təşəkkür edirəm və buradakılar hamısı yetkin adamdır. Mən burada Ayda xanımı gördüm, bir ürək şəkli burada. Ayda xanımın baba annəsi 75 yaşında zindana düşüb. Romanın 3-cü kitabında Xalidə xanım adında onun da ismi gedir. Başına çox oyunlar gətiriblər. Bütün dişlərini vurublar, sındırıblar. Yəni bu cür işgəncələrə məruz qalmış bir ailədir. Onun BBC səriyə, əsərin qəhrəmanı ki var əvvəlində, 46-cı ildə milli hökumət devriləndə onu saçından asıb edam ediblər. Səriyəni də Ərdəbilli. Yəni bu cür baskıya qalmış, baskı altında olan ailələrdir. Nə deyim, mən yalnız təşəkkür edirəm və hər kəsin bu romanını oxuyub
ətrafındakılarına oxutmaqlarını arzu edirəm. Ayda xanım burdadır. Ayda xanımı xüsusi təqdim etmək istəyirəm ki, yəni bunlar mübariz bir ailədirlər. Çox önəmlidir bizim Güney Azərbaycan hərəkatında bu ailə. Ayda Hanım şu an bir söz istiyor. Çok kısa alabiliriz. Çok kısa olmak kaydıyla. Söylemek istediğiniz şeyler varsa buyurun. Tabii ki ben aslında sadece teşekkür etmek istiyordum. Sayın moderatörümüz, değerli konuşmacımız, Elif Hanım ve kıymetli katılımcılarımız, hepinize saygıyla selamlıyorum. Bugün burada ele aldığımız konu Güney Azerbaycan kadının günümüzdeki yaşadıkları. Benim için tabii ki hem toplumsal hem de kişisel bir meseledir. Elif Hanım'ın da İran Hizbullah Zindanı adlı eserinde ailemle, özellikle de babaannemle kendileri söylediği gibi ilgili bölümlerin yer alması, ayrıca anneannemin de hem de babaannemin de İran hapishanelerinde yaşadıkları bu acıların sadece geçmişe ait olduğunu değil ve bugün hala süren bir gerçeklik olduğunu hepimize derinden hissettiriyor tabii ki. Güney Azerbaycan'da kadınlarımız bugün yalnız sosyal ve ekonomik baskılarla değil, milli haklarının inkar edilmesiyle, çünkü bunu tekrar hatırlatmanın çok önemli olduğunu düşünüyorum. Yani onlar milli haklarının inkar edilmesiyle de mücadele ediyorlar. Ana dillerinin kamusal alanlarda yasaklanması, kültürel kimliklerini ifade ederken karşılaştıkları engeller ve eğitim alanındaki kısıtlamalar onların hem bireysel hem de milli varlığını tabii ki hedef alıyor. Ve bütün bu baskılara rağmen kadınlarımızın milli mücadelenin en güçlü taşıyıcıları olmaya devam ediyorlar. Evde, okulda, toplum içinde dili yaşatan, kültürü aktaran, kimlik bilincini çocuklarına emanet eden bence en büyük güç kadınlarımızdır ve bu sessiz ama sarsılmaz bir mücadele de Güney Azerbaycan'ın milli hafızasını ayakta tutuyor diye inanıyorum. Benim için en etkileyici olan bütün bu zorluklara rağmen kimliklerinden vazgeçmemeleri, cesaretle, sabırla ve inançla dimdik durmalarıdır. Dirençlerinin en güçlü kaynağı aileden gelen milli bilinç ve çocuklarına daha özgür, daha onurlu bir gelecek bırakma arzusudur. Ve kendi ailemde de işte anneannem olsun, babaannem olsun, annem, babam, amcamı benim idam ettiler ve yani bunlar en somut örneklerini gördüm ben. Onların taşıdığı güç, ben sadece yani hani kendim bizi söyledim çünkü sadece bu 30-40 milyondan sadece birisiyiz. Yani bir tek bu değil. Onların taşıdığı güç bence bugün Güney Azerbaycan'daki kadınların mücadelesine de ilham veriyor. Tam da işte bu nedenle Türk dünyasının birlik içinde olması, bu kadınların sesini duyurması ve yalnız olmadıklarını göstermesi çok büyük bir önem taşıyor. O yüzden de bu anlamda programı düzenledikleri için Umay Anatürk Dünyası Kadınlar Birliği'ne, moderatörümüz Sayın Doktor Gülay Hoştaş'a ve değerli konuşmacımız tabii ki Eluca Atalı'ya çok teşekkür ederim. Gerçekten desteğiniz, yaptıklarınız sadece bugün değil her gün yıllarca yaptıklarınız çok değerli. Milyonlarca Azerbaycan Türk'ü olan kadınlar için, Güney Azerbaycan halkı için çok değerli. Çok teşekkür ederim. Biz teşekkür ediyoruz. Esma Hanım, siz de bir iki cümleyle söz istediniz. Buyurun. Bir iki cümleyle sizden de alalım. Mikrofonunuz kapalı şu anda. Buyurun. Öncelikle hepinizi selamlıyorum. Sayın moderatörümüzü, bu toplantıyı organize eden herkesi ve katılımcıları, sevgili Elif Hanım'ı. Ben Elif Hanım orada bir not düştü hani Batı Azerbaycan diye. Niye söz almak istedim? Hani biz konuşuyoruz ya geçmiş acılarımızı. Demek istiyorum ki hani acılarımızı tabii ki konuşalım, anlatalım herkese, gençlerimize. Ama bundan sonra ne yapacağız? Yani ne yapmalıyız ki bunları yaşamayalım, tekrarlamayalım. Söylediğim gibi ben de Batı Azerbaycan'dan son deporte olunan bir ailenin çocuğuyum. Onun için ama bir şey de söyleyeyim hani ben o 70 senelik Sovyet döneminde yaşamış Kuzey Azerbaycan'ın hayatını yaşamışım. Ama biz nasıl Türklüğümüzü kendimizi kaybetmemişiz onu söylemek istedim. Hani kadın mevzumuz olduğu için bu bizim annelerimize, anneannelerimize borcumuzdur. Hiçbir zaman evlerimizde hani baskılara rağmen bize onu hatırlattılar. İsimlerimizi koyaraktan,
ninnilerinde anlattılar. İşte bayram kutlamalarında anlattılar. Küçük bir detaylarla. Yani biz hep bu Türk varlığını, Türk dünyasını bizim ruhumuza işlemişler. Onun için demek istiyorum ki hani Lüce Hanım dedi, ben de diyecektim, hani bizde böyle deriz ya, kadın büyük kuvvettir, hatta bir filmimizde böyle replik olarak da geçer. Bu hakikaten böyledir. Bizim bu analarımız olduğu sürece, gerekirse savaş, Allah yani bir daha göstermesin, hani diyelim ki tarihte de Kurtuluş Savaşımız olsun, bizim savaşlarımız da olsun. Nasıl ki gerektiğinde oraya mermi taşımışlar sırtlarında. Gerektiğinde de evlerde hepimizi, yani bizi o ruhta büyüterekten, yani yine söylüyorum, ben de savaşçı diyelim ki o zamanları görmedim. Son birinci ve ikinci Karabağ Savaşı'nı görmüş birisiyim. Yaşamış birisiyim. Birebir Azerbaycan'ın bugünkü, hani diyoruz ya, uyanış günü. O günleri birebir meydanda yaşamış birisiyim. Demek istiyorum ki kadınların gücü var. Tamam, erkeklerimiz savaşıyorlar. Her işte Allah yani eksik etmesin bizim askerlerimiz, Mehmetçiğimiz. Ama o askerleri yetiştiren anneler büyük kuvvettir. İnanıyorum ki Güney Azerbaycan'da da bu anneler, hatta konuştuğumda da oradaki insanlarımız da, yani arkadaşlarımız da söylüyorlar. Onlar da benim söylediğimin aynısını söylüyorlar. Bizler evlerimizde bunu yaşatıyoruz ve bu beni çok sevindiriyor. Umut ediyorum ve bugünkü söyleşi için de size, Elüce Hanım'a, hepinize çok teşekkür ediyorum. Çok zamanınızı almak istemiyorum. Biz Türk teşekkür dünyası ederiz. olarak, Türk dünyasının kadınları olarak bizim gücümüz yani bir yerlere getirecektir inşallah. Oradaki kadınlar da bir gün azat olacaklardır diye düşünüyorum. İnşallah. Teşekkür Çok ediyorum. Biz teşekkür ediyoruz. Sağ olun. Esmir Hocam, sizden de bir iki cümleyle, süremizi çok aştık. Bir iki cümleyle siz de buyurun Esmir Hocam. Mikrofonunuz kapalı. Bu arada Esmir Hocam konuşma sürecine başlamadan aramızda bir Güney Azerbaycan Türk'ü hanımefendi var. O da çok teşekkür ediyor. Bizim sesimiz olduğumuz için büyük teşekkür ederiz. Elinize yüreğinize sağlık diyor. Biz teşekkür ediyoruz. Esmir Hocam buyurun. Sanırım Esmir Hocamız, mikrofonunuz kapalı Esmir Hocam. Başka sorumuz yoksa ben Esmiye Hoca neden danışa bilmir? Konuşa bilmir? mikrofon şu an konuşamıyor. Bir dakika Menezi. Konuşabilmiyor. Evet, mikrofonu kapalı Esmir Hocamızın, söyledim ama şu anda sorusu olan başka katılımcımız, misafirimiz yoksa Esmir Hocamıza ulaşamadık maalesef. Çok Teşekkür ediyoruz. Evet. Ben de Çok teşekkür ediyoruz Sayın Atalı. Oldukça önemli olan Güney Azerbaycan Türk'ü kadınların yaşadıklarına dair verdiğiniz bilgiler çok kıymetli. Biz söylemleriniz için, söyledikleriniz için, emekleriniz için, ortaya getirdiğiniz eserler için çok teşekkür ediyoruz. Bir Eser Hanım da size bir mesaj iletiyor. Elüce Hanım'a verdiği bilgiler için çok teşekkür ediyoruz. Özverili çalışmaları için de. Türk coğrafyası her zaman acılı olmuştur. Halen Doğu Türkistan'da da hala kadınlarımız benzer acılar yaşıyor. Ve Mualla hocamıza ve Umayana Türk Dünyası Kadınlar Birliği'ne çok teşekkür ediyor. Biz de kendisine teşekkür ediyoruz katkıları için. Biz sayın misafirimiz, sayın konuğumuz, sayın Atalı tekrar çok teşekkür ediyoruz vermiş olduğunuz bilgiler için.